Göründüyü kimi ilk topluluklarda bir-iki rəqəmi deyilmişdi və ondan artığına üst deyilmişdi. Və bu üst sözü ingilis dilində three, rus dilində three olaraq qarşımıza çıxır. Və üst sözündə sının sılaşması ilə bu türk dilində üç kimi qarşımıza çıxır. Və əvvəl qeyd etdiyim kimi daha sonra 4-dən artığına üst deyilmiş, daha sonra 6-ya üst deyilmişdi. Və mən qiyasdan 5 sözünün formalaşdığını qeyd etdim. Az sözü 5-dən artıq üçün daha sonra işlənmişdi və daha sonra az tək seti 7 türk dillərində 7 formasında qarşımıza çıxır və ingilis dilində seven, rus dilində sem olaraq bu 7 mənasına gəlir. Biz az təkdən seti 7 düzəltmişiksə və bu bəzi Hind-Avropa dillərində set olaraq qarşımıza çıxırsa, bəzilərində isə bu üst ən kökü ilə seven, sem formasında 7 rəqəmini formalaşdırmışdı. Və eynilə türklər üst 2 sözündən 8 sözünü formalaşdırmışdı. Rus dillərində 8 vosem olaraq deyilir. Yəni bisem. Yəni 1 və sem 7-nin toplanması formasında. İngilislər isə 8-ə 8 deyir. Yəni 2 ten. Ondan 2-nin çıxılması formasında 8 sözünü formalaşdırmışdı.